Dəyərli qonaqlar, hörmətli müəllimlər, əziz şagirdlər, bugün Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumi təhsil məktəbində biz Azərbaycan xalqının tarixində yadda qalan ən faciəli, eyni zamanda şərəfli günlərdən biri olan 20 yanvar şəhidlərini yad etmək üçün toplaşmışıq. İndi isə 20 yanvar şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Hazırlamış olduğumuz bir video ilə 20 yanvarda şəhid olan din sakinlərimizi xatırlayaq. 20 yanvar 1990 qəhrəmanlıq səhifəsi, xalqın azadlıq mübarizəsi, qətlə yetirilən insanlar, doğulan əzmkarlıq, həqiqət uğrunda ölümləri ilə ölümü kamına çəkdi şəhidlər. Cəsarət mülkünü dikdi şəhidlər. Torpağın bağrına cəsədləri ilə azadlıq tumunu əkdi şəhidlər. Sovet ordusunun böyük kontingentinin xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əskər və zabitlər, Sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Məlumatlara görə təxminən sayı 60 min nəfərədək Bakıya yeridilmiş qoşun kontingentinə döyüş tapşırığını yerinə yetirmək üçün xüsusi psixoloji hazırlıq keçmişdilər. 1990-cı il yanvarın 19-da Mikhail Gorbaçov SSR Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini pozaraq yanvarın 20-sindən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSR Dövlət Təhlükəsizlik Komitəsinin Alfa qrupu yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı. Respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Gorbaçovun fərmanı qüvvəyə minənədək yanvarın 20-sində gecə saat 12-yə artıq 9 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-sində səhər saat 7-də Respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbiçilər hər yana amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Onlar xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnmişdilər. Xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdü. Həmin gün Bakı küçələri irtica vandallığının əsl simasını göstərən insan cəsədləri ilə doldu. İnsan qiyafəsini itirmiş Əli Zorlular SSR Müdafiə Naziri İyazovun etimadını tam doğruldaraq yaralıları xilas etməyə çalışan həkimlərə belə aman vermədilər. Başda Moskvanın baş bilənləri, daha doğrusu ssenari yazanları olmaqla çoxları o vaxt Azərbaycanda xalq hərəkatını boğduqlarını düşünürdülər. Lakin heç kəs, hətta quzğun yuvasına çevrilmiş Ermənistan da dərk edə bilmədi ki, Azərbaycan xalqı tarixin böyük sınağından üzü ağ çıxdı. Məhz bu tarix Azərbaycan xalqının birlik, mübarizlik, azadlıq hisslərini coşdurdu, neçə-neçə nəslin müstəqillik arzusunu reallıqla qovuşdurdu. Görəsən anam gələcək, mən ona şeir demək istəyirəm.
Saçlarım necə görsənir, gözəldir. Kaş anam mənim tanqımı gətirərdi. Necə görsənəm? Yaxşıyam. Hə. İndə Silbəyə oxşadın. Narahat olma. Səni də görməyə gələcəklər. Siz bizim üçün ölsəz də, bizim üçün siz ölməmisiniz.